Uşaqlar Kainat 11-ci sinif buraxılış, yəni OTK-nın 2025-ci il 16 fevral nömrə 5-nə baxırıq. Sabahçı imtahanda eyni suallar düşə bilər. Baxaq 31-ci suala. X-in kvadratı yuxarıda var. Aşağıda x-in kubu çıxılsın, x-in kvadratı üstəgəl x-dir. Ortaq vuruq x-i çıxaracaqsan. Qalacaq x-in kvadratı çıxılsın x üstəgəl 1. Üstəgəl yuxarıda uşaqlar ortaq vuruq çıxartmağa heç nəyin yoxdur. Olduğu kimi saxlayacaqsan. X kub üstəgəl 1 isə yazaram x üstəgəl 1. Məxrəcdə kubik düsturdur. X-in kvadratı üstəgəl yazılıbsa ikinci mörtəsi artıq çıxma verəcək sənə. Çıxılsın x üstəgəl 1. Birinci ifadədən x aparsaq. Qalacaq x bölünsün x-in kvadratı çıxılsın x üstəgəl 1. Məxrəcdə isə uşaqlar ifadənin heç bir nə isə ixtisar getmədi. Qaldı belə bir ifadə. Qaldı uşaqlar elə bu ifadənin özü. Ortaq məxrəcə gətirsək, x üstəgəl 1, x kvadratı çıxılsın x üstəgəl 1-dir. Sürətdə isə 1 çıxılsın 2x-dir. Ortaq məxrəc elə bu ifadənin özünü verəcək bizə. X üstəgəl 1, x-in kvadratı çıxılsın x üstəgəl 1 uşaqlar. Baxırsınız ki, birinci ifadənin x kvadratı çıxılsın x üstəgəl 1-isi var, yəni bunların var. Bunların yoxdur uşaqlar. Buna vuracaqsınız. X üstəgəl 1-ə vuracaqsan. Olacaq x-in kvadratı üstəgəl x üstəgəl 1 çıxılsın 2x. Və davam etsəm, məxrəcdə uşaqlar heç bir dəyişiklik aparmayacağam. X üstəgəl 1, x-in kvadratı çıxılsın x üstəgəl 1-dir. Yuxarı isə x-in kvadratı. X ilə mənfi 2x-in cəmi, eləcək mənfi x üstəgəl 1-imiz də var. Bu ilə bunu apardım. Cavab qaldı 1 bölünsün x üstəgəl 1 uşaqlar. 1 bölünsün x üstəgəl 1, yəni B bəndim. Keçirəm 32-ci suala. ABC üçbucağında K medianların kəsişmə nöqtəsidir. Medianların kəsişmə nöqtəsi uşaqlar bizdə J ağırlıq mərkəzi idi. Və ağırlıq mərkəzi medianları təpədən başlayaraq 2-nin 1-ə nisbətinə bölür. Bunu bilirsən. Əgər şəkildə bir dənə median varsa, bir də 2 bərabər sahəli üçbucaq var. Yəni, bax bu üçbucağın sahəsi ilə bu üçbucağın sahəsi bir-birinə bərabərdir. Bunları bilirik uşaqlar. Sahələr eynidir. Bizə sahə ilə bağlı bir şey verməyib düzdür, amma mən yenə də sizə qaydanı təkrarlatdırdım. Demək, burası 2 paydır, burası 1 paydır. BK-dan K-yimi çıxıb 2 paydan 1 payı çıxanda bizə misalın cavabının 3 olduğunu söylüyor. K-nın cavabına qalacaq 3 uşaqlar. K-nın cavabı 3-dürsə, bu hissəsinin cavabı 2 pay idi, 6 verəcək. Bu hissəsinin cavabı isə 1 pay idi, 3 verəcək. B-yə median uzunluğunu tap. 6 ilə 3-ün cəminə qalacaq 9, Y bəndi. 33-cü sualda hansı ədədin 4də 3 hissəsi, hansı ədədin uşaqlar 4də 3 hissəsi bilmirəm nə qədərdir? Deyir 90 ədədinin 5də 6-da daha doğrusu 5 hissəsinə bərabərdir. Bərabər dediyi üçün bərabər qoyduq. Başlayaq. Burada nələri ixtisar apara bilərəm? Mən 3-dən 90-a apara bilərəm 30. Ürəyin istəsəydi əgər 90-la 6-nı apara bilərdin və yaxud da 6 ilə 4-ü apara bilərdin uşaqlar. Burada başqa bir ixtisar getməzdi. Mən 3-dən 90-a apardım ixtisar. Qaldı 30. 30-la 6-nı aparsam burada qalacaq 5. X bölünsün 4 qaldı uşaqlar sol tərəfdə. Sağ tərəfdə isə 25 qaldı və x-in cavabı bərabərdir. 25 vurulsun 4 çarpazvari tənasibə girdik. 100 verdi. Cavaba qaldı C bəndi. 34-cü sual. Düz üçbucaqlı prizmanın tillərindən təsadüfi qaydada seçilmiş dördünün bir müstəvi üzərində olması hadisəsinin ehtimalını tapın. Bu sizin uşaqlar üçbucağınız. Üçbucaqlı prizmanız daha doğrusu. Üçbucaqlı prizma uşaqlar. Məncə prizma nə deməkdir? Prizmanın yan tərəfləri, yan belə deyək, üzləri sizə həmişə düzbucaqlı verəcək. Aşağı və yuxarı oturacağındakı fiqurlar isə 3 bucaq ola bilər. Məsəl üçün bizdə 3 bucaqlıdır. 4 bucaqlı ola bilər, 5 bucaqlı ola bilər, 6 bucaqlı, 7 bucaqlı, nə bilim, romb ola bilər, kvart ola bilər, parallelogram ola bilər. Hər şey ola bilər, uşaqlar oturacaqlar. Bizdə 3 bucaqlı prizma çəkibdir. Deyir, tillərindən təsadüfi qaydada seçilmiş dördünün bir müstəvi üzərində olması hadisəsinin ehtimalını tapın. Demək, uşaqlar, siz bilməlisiniz ki, əvvəlcə nə qədər mənim tilim var. Tillərimizi sayaq uşaqlar. Baxın, tillərimiz 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ehtimal varsa, ehtimal sözünü məsələnin şərtinə veribsə, siz 100% kəsr xətti qoymalısınız. Komisyonlu bir sual uşaqlar. Məxrəcdə demək olacaq, ümumi tillərimizin sayı 9 dənədir. Bu neçəsini seçir?
4'ünün deyir uşaqlar. Təsadüfi qayda seçilmiş 4'ünün. 4'ünü seçdiyi üçün kombinasyon 9'dan 4 yazdım. Və deyir, həmin o seçilən 4 dənəsi 4'ünün bir müstəvi üzərində olması hadisəsinin ehtimalını tapın uşaqlar. İndi baxın bu sözə fikir verin. Bir müstəvi üzərində olmaq nə deməkdir? Baxın, bir müstəvi üzərində olan 4 dənə til ya bu üz olacaq sizdə, ya bu üzü verəcək. Bir halım buradan. Ya uşaqlar belə bir hal verə bilər sizə. Baxın. Ya bu 4 dənə tildən danışır, hamısı bir müstəvi üzərinə yerləşibdir. Ya da ki, bizə tərəf baxan, bax bu tərəf, burada uşaqlar 4 dənə halım var və hər bir 4 dənə til bir müstəvi üzərinə yerləşibdir. Yəni, neçə dənə hal oldu? Yaşıl, sarı, qırmızı. 3 dənə haldan uşaqlar heç olmasa biri mövcud olmalıdır. Olacaq kombinasyon 3-dən 1. Yəni hesablayaq. Kombinasyon 3-dən 1-in cavabını bilirsən artıq 3 verəcək. Və kombinasyon 9-dan 4-ün cavabını hesablayacaqsan. 9 faktorial bölünsün 4 faktorial vurulsun 5 faktorial. 5 faktorialla 9 faktorialı qısa aparsaq uşaqlar. 3'ə toxunmadım. Qısa aparsaq qalacaq 6 və 6-dan sonrakılar. 6, 7, 8, 9 qalır. Məxrəcdə isə 4 faktorial var. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun 4'dür dostlar. 2 ilə 3'ün cavabı 6'ya getdi. 4 ilə 8 getdi. Qaldı 2. 3 bölünsün. 7 vurulsun. 2 vurulsun. 9. 3 ilə 9'u da qısa aparsaq dostlar. Nə qaldı? 6 vur 7. 42'də 1 eləyəcək misalın cavabı. 35-ci sualda uşaqlar vektorların skalar haysini tap deyir. A-nın koordinatları -2, 5'dir. B-nin koordinatları 3, 2'dir. -2 vurulsun 3, yəni x1 vurulsun x2 üstə gəl, y1 vurulsun y3 uşaqlar. 3 ölçülü koordinat sistemi olsaydı, z1'i də z2'yə vurardıq. İndi bizdə 3 ölçülü deyil, 2 ölçülüdür. -2 vurulsun 3 eləyəcək -6. Üstə gəl 10. 4 A bəndim. 36-cı sual. Tənin kökləri x1 və x2 olarsa, x1'in kvartı vurulsun x2 üstə gəl, x1 vurulsun x2'nin kvartı ifadəsinin qiymətini deyir tapın. Ortaq vuruq çıxaracaqsınız. x1, x2'ni ortaq vuruq çıxartsaq, qalacaq x1 üstə gəl, x2 uşaqlar. Və istifadə edəcəksən nədən? V7'dən. x1 üstə gəl, x2 nəyə bərabərdir? Kökləri cəmi müsbət 1'ə bərabərdir uşaqlar. Kökləri hasili isə V7 teoremindən x1 vurulsun x2 hasili isə -5'ə bərabərdir. x1 vur x2 hasili -5'dir. x1 vur x2 cəmi müsbət 1'dir. -5 vurulsun 1 deyəcək, -5 A bəndi. 37-ci sual ifadəsinin qiymətini tap deyir. Mötəzəni mötəzəyə vurub aça bilərsən. Daha doğrusu mötəzəni vuruğa vurub aça bilərsən və yaxud da mötəzə içərisini sadələşdirə bilərsən. Gəlin biz çox da misalı uzatmayaq. Vurub açaq. Vurulsun kök 6 63. Kök 6 28 ilə kök 6 7'ni qısa yaparsan qalacaq kök 6 4. 3 vurulsun 2 çıxılsın. 3 vurulsun kök 6 9. Yəni 3. Cavaba qalacaq 6 çıxılsın 3. 6 çıxılsın 9. -3. Y bəndi. 38-ci sualda isə kvadratik ifadələrin cəmlərini sənə 0 veribdir. Bu ifadəni uşaqlar sizə 3 cür halda verəcək. Ya cüt dərəcədən kök 6 ifadə olaraq verəcək, ya modulda verəcək və yaxud da birinin modulda, birinin kvadratda, birinin kök altında, birinin modulda və yaxud da birinin kök altıda uşaqlar cüt dərəcədən olmalıdır, amma xahiş edirəm fikir verin və yaxud da birinin kvadratda verə bilər. Kvadratda və yaxud da cüt hər hansı bir qiymətdə 4-də verə bilər, 6-da verə bilər, 8-də və yaxud da sadə 2 halında verə bilər. Yaxşımı? Nə edəcəksiniz? Hər iki mötəzənin içərisinin cavabını 0-a bərabərləşdirəcək uşaqlar. X üstə gəl, y çıxılsın 4 bərabər 0-a. X-dən y-in cəmi müsbət 4-ə bərabərdir. Və 2x çıxılsın y-in cavabı 8-dir. Tərəf-tərəf toplasaq, 3x bərabərdir 12'yə. X-in cavabına qalacaq 4. X-in cavabını istəyir. Yox, x, y haysini istəyir uşaqlar. X-in cavabı 4-dürsə, y-in cavabına 0 qalacaq. Y-in cavabı 0-dır. X, y haysili isə verəcək A bəndi 0. 39-cu sualda loqaritmik bərabərsizlik verib uşaqlar. LC x kiçikdir 0. Aşağı əsası 10'dur. Girəcəksən nəyə?
gözünə ox girsin. Ox qaydasına girəcəksən. X-in cavabı kiçik olacaq 10 üstü 0-ın cavabından. 10 üstü 0-ın cavabı isə 1-dir. X-in cavabı 1-dən kiçikdir. Və sən loqaritmik funksiyanın təyin olmasını bilməlisən ki, yuxarı əsas həmçinin aşağı əsasda mənfi ola bilməz. İndi bizdə yuxarı əsas məhv oldu. Yuxarı əsas 0-dan böyük, 1-dən kiçik oldu uşaqlar. B bəndi oldu. Belə. 40-cı sual. 3 üstəyin üstəgəl 2 çıxılsın belə bir ifadə, məxrəcdə isə belə bir ifadə var. Yuxarıdan ortaq vuruq 3 üstəyini çıxartsan, qalacaq 3 üstü 2 çıxılsın 2. Məxrəcdə isə uşaqlar 3 üstü eni ortaq vuruq çıxartsanız, burada 3 üstəyin çıxılsın 1 idi. Qalacaq 3 üstü mənfi 1 üstəgəl 2. 3 üstü enləri ixtisar aparsaq, qalacaq 9 çıx 2 bölünsün. 3'də 1 üstəgəl 2, yəni 7 bölünsün 2 tam 3'də 1. 3'də 7 verəcək və bu misalın cavabı sizə verəcək uşaqlar 3. 41-ci sual. AB DY-yə paraleldir. Paralel şərti olan kimi uşaqlar birinci şübhələnməlisən. Oxşarlıq dərsindən AB DY-yə paraleldir. BC 8-dir. DC 12-dir. D'ye çıx AB. Uyğun tərəflərin nisbətləri hər iki oxşarlıq dərsindən bir-birinə bərabərdir uşaqlar. Burada bu bucaqla bu bucaq bərabərdir. Bu bucaqla bu bucaq daxili çarpazdılar və həmçinin bu bucaqla da bu bucaq bir-birinə bərabərdirlər. Bax, bu hissə ilə bu hissə bir-birinə bərabərdir. Üçbucağın artıq üç dənə bucağı eynidirsə, artıq bunlar oxşar üçbucaqlar götürülə bilər. Bu şərtdə uşaqlar, bax, bu şərtə görə, paralel şərtinə görə gəldi, belə çıxdı. Paralel xəttlər olmasaydı, həmin o bucaqlar eyni olmayacaqdı. Bir dənə bura ilə bura eyni olacaqdı. Uyğun tərəflərin nisbətləri, baxın, bu üç xəttli olan, mavi olan bucağın qarşısı 12-dir. Bu üç bucaqda. Bu üç bucaqda isə mavi olan bucağın mavi olan bucağının qarşısı 8-dir. Bərabərdir. DY bölünsün AB. 12-dən 8-i ixtisar aparsam 4-də 3 qalacaq, 4-də 2 qalacaq. DY-yə 3 düşür, AB-yə isə 2 düşür. D-yə 3 pay düşəcək, AB-yə isə 2 pay düşəcək. 2 bölünsün 3. Bizə nə istəyirdi? Payda, ha uşaqlar bu. 3K və 2K-dır. Və belə bir şərt veribdir. D-yə çıxılsın, AB 3K-dan çıxacaqsan 2K-nı sənə verəcək 1K. K-nın cavabı 6-dır. Və AB-ni istəyir. 2 vurulsun 6 eləyəcək 12. D bəndimiz. 42-ci sual uşaqlar. Sinus x-in cavabını 3/5 verib. Tangent x-in cavabını istəyir. Düzbucaqlı üçbucaq qaydası burada ən sərfəli üsuldur. İti bucağın hər hansı birini qurban götürsəniz, iti bucağın sinusunu tapmaq üçün qarşı kateti bölməlisən hipotenuza. Və burada uşaqlar, eyni bucağın bizdən tangesini istəyir. Hipotenuzu hesaplamalıyam. 5-dir, 3-dür. Digər katetdən hipotenuzu, digər hipotenuzdan daha doğrusu, katetdən hipotenuzdan. Bax, bu məhcul olan kateti hesaplasam Pifagordan 5-in kvadratı çıxılsın 3-ün kvadratı, 16 kök çıxdı 4. Və bu bucağın tangesi nəyə bərabərdir? Qarşı katet 3-dür, bitişik katet isə 4-dür. 3 bölünsün 4. Uşaqlar, misalın cavabı müsbət də ola bilər, mənfi də ola bilər. Bunun üçün sizə rübü verəcək. Rübü veribdir. X bucağının dərəcə ölçüsü pi ilə pi bölü 2 arasında yerləşir. Pi bölü 2 buradır, pi buradır. Yəni sizdə uşaqlar ikinci rübdür. İkinci rübdə tangesinin işarəsi mənfidir. Cavaba qalacaq mənfi 3/4. Sual verirsəniz ki, mənim tangesinin cavabı niyə mənfidir? Tanges nə bölünsün nə idi uşaqlar? Tanges x bərabərdir. Sinus x bölünsün kosinus x-dir. Sinusu bunun müsbətdir, kosinusu mənfidir. Müsbət böl mənfi deyəcək, sənə mənfi. Müsbət böl mənfi hər hansı bir qiymət verəcək misalın cavabı mənfi. Onun üçün cavabımız Y bəndə olacaq. 43-cü sual. Sn bərabərdir 2n kvadratı üstəgəl 5-in 5-ci həddini istəyir. Birinci uşaqlar bir sırtıq düsturumuz var idi. A-in bərabərdir Sn çıxılsın Sn minus 1-dən hesablaya bilərsən. Yəni 5-ci həddi istəyir. A5 bərabər S5-i hesabla. 5-in kvadratı 25. 2-yə vursan 50. Üstəgəl 5-i 5-ə vursan 25. Olar 75. Sn çıxılsın 1. Yəni
75 çıxılsın. S4-ə gəlin hesablayaq uşaqlar. Bu S5-ci ab idi. S4, 4-ün kvadratı 16. 16-nı 2-yə vursam 32. 32 üstə gəl. 4-ü 5-ə vuranda 20 eləyəcək. 55. 75 çıx 55 eləyəcək cavab. Nəysə səhv hesaplamışıq. 5-i yerinə qoyanda 25-i 2-yə vurduq 50. 5-i 5-ə vurduq 25. 75 çıxılsın. Hə, burada 52-dir. 52. Eləcək 23 B bəndi. Ya belə işləməlisən, ya da ki, dostlar, apar n-lərin yenə 1 qoy. N-lərin yenə 1 qoyanda tapmış olacaqsan S1-i. S1 sizə ilk birinci həddi verir. Birinci həddin cavabı nəyə bərabərdir n-lərin yenə 1 qoyanda? 2 ilə 5-in cəmi 7 verəcək. A1-in qiyməti 7-dir. Bəs n-lərin yenə 2 qoyanda nəyə tapmış olacaqsan? S2-nin cavabı nə qədərdir uşaqlar? Ümumiyyətlə S2 sizdə nəyi ifadə edir? İlk 2 həddinin cəmi deməkdir. Yəni A1 ilə A2-nin cəmi bərabərdir. N-lərin yenə 2 qoysam, 2 vurulsun 4, üstə gəl 5 vurulsun 2, yəni 8 üstə gəl 10 eləyəcək 18. Və dostlar, A1-in cavabını axı 7 tapırsan, onda A2-nin cavabı olacaq 11. Artıq 5-ci də hesablaya bilərsən. A5 bərabərdir. A1 üstə gəl 4-dir. A1-in cavabını bilirsən 7-dir. Silsilə fərqi baxırsan ki, 7-dən 11-ə gəlib düşüb, qalxıb daha doğrusu, yəni müsbət 4-dür. 4-ü vuracaqsan 4-ə, eləyəcək 7 üstə gəl 16. 44-cü suala gəlin baxaq uşaqlar. Səthinin sahəsi 96 kvadrat santimetr olan kubun bütün tillərinin cəmi uşaqlar. Kub, kubik, rubikdən yəni bilirsiniz də, kub nədir? Kub uşaqlar neçə dənə tili var kubun? Kubun 12 tili var. Bütün tillərin cəmini istəyirsə 12-ni vuracaqsan bir dənəsinin, bir dənə tilin uzunluğuna və səthinin sahəsi. Burada səthinin sahəsini ifadə edib, yəni tam səthinin sahəsi deməkdir. Bunun bir üzü uşaqlar, kubun bir üzü sizə kvadrat verir. Ümumiyyətlə hər bir üzü kvadratdır. Yəni bir dənə üzün misal üçün götürsəm kvadratdır. Tillərini A qoysaq, həmin o kvadratın sahəsi A kvadratıdır. 4 dənə divarım var. Bir yuxarı, bir aşağı. 6 dənə üzün olmuş olur. Tam səthinin sahəsi 6A kvadratıdır. 6A kvadratı bərabər 96-ya. A-nın kvartı bərabərdir 16. A-nın cavabına qaldı 4 uşaqlar. Və tilin artıq biri, sizdə bax bu xətlər hamısı tillərdir. Dostlar, bax bu xətlərin hamısı tillərdir. Tilin birini 4 tapdınsa, bütün tillərin cəmi sənə verəcək 48. 45-ci sual. ABC üçbucağının xaricinə çevrə çəkilmişdir. ANC qövsü dostlar, ANC qövsü 60-dır. ANC qövsü 60-dırsa, demək bura qoyacaqsan 30. Çünki ABC bucağı, bu bucaq daxilə çəkilmiş bucaqdır. Söykəndiyi qövs uşaqlar ANC qövsüdür və daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Üçbucağın daxil bucaqları cəminə baxacaqsan bir də. 80 ilə 30-un cəmi 110. 180 çıx 110, 70 verəcək dostlar. A bucağının dərəcə ölçüsünü istəyir. Cavab olacaq 70 dərəcə. 46-cı sual. Uşaqlar bərabərsizlik veribdir. Əvvəlcə bərabərsizliyin sıfırlarını tapacağıq. Sıfıra çevirən qiymətləri bir dəfə 0-dır. Bir dəfə x çıx 2-nin cavabını sıfıra çevirsən, x-in cavabı 2-dir. Bir dəfə uşaqlar x əgər 5-in cavabını sıfıra çevirsəniz, x-in cavabına qalacaq -5. Və təbii ki, bərabərsizlik dərsi intervalsız olmaz. İntervala girəcək dostlar. -5 var ən kiçik. Sonra 0 var və 2 var dostlar. İlk başlar dərs oxuyun. 2-dən böyük qiymət qoyacaqsan. 2-dən böyük 3 qoysaq, 3 burada. 3-dən 2-nin çıxana 1 eləyəcək. 3-dən 5-in cəmi 8-dir. Müsbət eləyir. Bizə müsbətlik və ya mənfiliyi önəmlidir. 0-dan 2 arasında nəyə qoyub yoxlayaq uşağa? 1-i yoxlayaq. Bura 1-dir. Bura 1 çıxılsın ki, -1-dir. Və burada isə 1 üstə əgər 5, 6-dır. Mənfi verəcək. Ümumiyyətlə, buranı heç araşdırma, çünki həmişə müsbət verəcək sənə. -5 ilə 0 arasında 1-i qoyub yoxlasam, 1-i yox dostlar, -1-i qoyub yoxlasaq. -1 çıxılsın ki, -3 verəcək. -1 üstə əgər 5, müsbət 4-dür, mənfi verdi. Və -5-dən kiçik. -5-dən kiçik, misal üçün -10-u qoyub yoxlayaq. -10 çıxılsın 2, -12-dir.
Mənfi 10 üstə əgər 5 mənfi 5-də müsbət verəcək. Bizə uşaqlar sıfırdan böyüklər lazımdır. Sıfırdan böyüklər bizim cavabımız mənfi sonsuzdan mənfi 5-ə, mənfi 5-ə almır və birləşsin 2-dən müsbət sonsuzluğa. Həmçinin 2-ni də almır. 2-ni niyə almır? Çünki altında xətti yoxdur. 5-i niyə almır? Məxərclər deyə mənfi 5-i onun üçün almır. Həmçinin 0-ı da ala bilməz çünki altında xətti yoxdur uşaqlar. Bərabərsizliyini ödəyən ən kiçik natural ədədi deyir tapın. Ən kiçik natural ədəd uşaqlar 2-dən böyüklər naturallar. Ən kiçiyimiz 3-dür. 47-ci sual loqaritma sualıdır. Burada uşaqlar bir birəyi var. Bəzən dostlarımız bunu belə yazır. 2-də 1 çıxılsın, 1 bölünsün, loqaritma 12 əsasdan 4. Ən kobud görünüşdür bu. Ən kobud yazılışdır. Belə bir xassəsi yoxdur uşaqlar. Kəsirin belə bir xassəsi yoxdur ümumiyyətlə. Mən məxrəci sadələşdirməliyəm. 1 bölünsün, loqaritm 2 olduğu kimi saxlayayım, 2 çıxılsın. Ya burada loqaritma 12 əsasdan 4-ü 1 bölü olaraq yazmalısan. Bax belə. Bu biraz çox da gözə xoş görsənmir, çünki çox uzun üsuldur uşaqlar. Niyə edəcəyik? Məxrəcdəki 2-nin əvəzinə loqaritmik bir şey yazaq uşaqlar. Bax bu 2-nin əvəzinə aşağısı 12 əsasdan olan, çünki mənim misalım axı 12 əsasdandır. Loqaritma 12 əsasdan neçənin cavabı 2 eləyər düşünərəkdən yola çıxsam. Loqaritma 12 əsasdan 144-ün cavabı 2 eləyir. Çıxılsın loqaritma 12 əsasdan 4 yazdım. Üstə əgər 1 bölünsün. Buradakı 2-nin əvəzinə isə uşaqlar loqaritma 3 əsasdan neçə qoymalıyam? 9 qoymalıyam. Üstə əgər loqaritma 3 əsasdan 4 bərabərdir. Loqaritmaların uşaqlar aşağı əsasları eynidir. Özümüz onu qəsdən elə yazdıq. Sən 2-nin əvəzinə, buradakı 2-nin əvəzinə loqaritma məsəl üçün tulluyuram. 9-dan 81 də yaza bilərdin. Yəni, ürəyin istəyən bir şeyləri yaza bilərdin. İmeni biz 12 əsasdan buna görə seçmişik ki, üzr istəyirəm, işləyəndə rahat olsun uşaqlar. Aşağıda loqaritmanın aşağı əsasları olduğu kimi qalacaq. Çıxanda uşaqlar 144-ü 4-ə böləcəksən, 36 eləyəcək. Üstə əgər 1 bölünsün, loqaritmaların aşağı əsasları eynidir. Loqaritma 3 əsasdan olduğu kimi qalacaq. Toplananda vurulacaq uşaqlar. Belə bir haldır. Davam edək. Və 1 bölünsün ifadəsi loqaritmanın yuxarı əsası ilə aşağı əsasının yerini dəyişdirir. Loqaritma 36-dan 12 eləyəcək. Üstə əgər loqaritma 36-dan 3 yaranacaq burada. Və loqaritma 36 əsasdan bu toplanan eynidir, loqaritmaları vuruduq. 3-ü vuracaqsan 12 eləyəcək 36. Loqaritmanın aşağı və yuxarı əsasları bir-birinə bərabərdirsə, misalın cavabı da sənə verəcək 1 uşaqlar. 48-ci sual. Maraqlı bir sualdır. 2 kosinus kvadratı x üstə əgər 5 kosinus x çıxılsın 3 bərabər 0 tənliyinin ən kiçik müsbət kökünü dərəcə ilə tapın. Demək, nə edəcək uşaqlar? Əvəz etmə aparaq əvvəlcə. Kosinus x əvəz etsək t ilə. Olacaq 2t kvadratı. Üstə əgər 5t çıxılsın 3 bərabər 0. Adi kvartik tənlikdir. D bərabərdir. B-nin kvadratı 25. Çıxılsın 4 vurulsun, 2 vurulsun. Uşaqlar cəm salın. Mənfi 3-dür. Ehtiyatlı ol mənfisindən. Olacaq 25. Ehtiyatlı ol mənfi səhv etmə burada. Demək, bu mənfi 3-ü dəydirəcəksən. Bura olacaq müsbət. 4 vur 2, 8. 8 3-ə vurduq. 24 yarandı. 25 ilə 24-ün cəmi diskriminantın cavabı 49 oldu uşaqlar. Misalın cavabı bərabər 7 yazmayın, xahiş edirəm. 7-nin kvartı olaraq yaza bilərsən, amma bərabər 7 yazmayın da. T1-i axtarsaq neyiniyə? Burada bəzilərimiz x1-i yazırıq. Bax, xırda detallarda uşaqlar x1 yazmayın dostlar. T1 yazın. Çünki sizin kökünüz T ilə işarə olunubdur. T1 bərabərdir. Düstur necə idi? Mənfi B, yəni mənfi 5, üstə gəl kök 6, 49, yəni 7, bölünsün 2 vurulsun 2, 4, 2 bölünsün 4, 2-də 1 verəcək. Yəni 0,5 mənim təlimin köklənən biridir. T2-ni tapsam, mənfi 5 çıxılsın 7, bölünsün 4, mənfi 12 bölünsün 4 eləyəcək mənfi uşaqlar. Və biz
misalı hələ qurtarmamışıq. Bizdə t-dən asılı bir misal deyildi axı. Bizdə nədən asılı idi? Kosinus x-dən asılı idi uşaqlar. Və kosinus x-i mən əvəzləmişəm t ilə. Bir dəfə t-nin yerinə 0,5 qoyacaqsan. Bir dəfə t-nin yerinə -3 qoyacaqsan. Və artıq kvadratik tənlikdən keçdin trigonometrik tənliyə. Baxın dostlar, kosinus x-in cavabını bərabərləşdirəcəksiniz. Bir dəfə 0,5, yəni 2-də 1 yazın, sənin üçün rahat olsun deyə. Bir dəfə də kosinus x-in cavabını bərabərləşdirəcəksən -3-ə. Və sən bilirsən ki, kosinusla sinusun qiymətlər çoxluğu -1 ilə 1 aralığında yerləşir. Yəni, bu hissə səhvdir uşaqlar, bu hissə ödəməz, -3 verib cavabı. Burada isə adi trigonometrik tənlik yaranacaq. Qucaq hissəsi, qucaq deyirik, bucaq deyirik, arqument deyirik. X bərabərdir. 2-də 1 harda alır kosinus? 60-da, yəni pi bölü 3-də. Və kosinusun uşaqlar belə bir naz qəmzəsi var idi. Qarşısına müsbət -100% qoyurdu. Ümumi hallardadırsa əgər. Üstəgəl kosinus uşaqlar həmişə 2 pika alır. Kosinus nə zaman pika alırdı? Kosinusun cavabı 0 olanda. Bax, bu isə 0 olanda uşaqlar. Heç nə x-in cavabını tapdıq. Müsbət -pi bölü 3 üstəgəl 2 pika. Tənliyinin ən kiçik müsbət üçün dərəcəsini istəyir. Pi bölü 3-ün özüdür uşaqlar cavab. Yəni 60-dır. Müsbət 60. 49-cu sual. ABCD paralleqramında A-yı tən böləndir. A-yı tən bölən isə çıxdığı bucağı yarı-yarı böləcək. Və mən sizə demişəm, ehtiyatlı olun. 4 bucaqlar bölməsində iti bucağın tən böləni, kör bucağın tən böləni sözdən istifadə edirsə, bərabər yanlış bucaq 100% yaranır. ABCD paralleqramında A-yı tən bölən isə uşaqlar, baxın, bu bucaq x-dirsə, bir də bu bucaq sizə x verəcək. Niyə? Niyə? Çünki daxili çarpaz bucaqlardır uşaqlar onun üçün. Z vari, yəni x vari bucaqlardır burada. CD-nin cavabını 9 verib. Fiqur uşaqları paralleqram olduğu üçün qarşı tərəfləri eynidir. YS 3-dür. B bucağı 120-dir. Sən bilirsən ki, paralleqramın qarşı bucaqları eynidir. Və bir tərəfə iki bucaqların cəmi isə 180-dir. Bu bucaq da həmçinin 60-30 bölünübdür. Deyir, paralleqramın sayısını tap. Deyir, burada uşaqlar bu xətlə bu xət bərabər oldu. Çünki burası x idi, burası x idi. Bura 9-dursa, bura 9-dur. Yəni, mən paralleqramın kiçik tərəfini bilirdim, onsuz da 9-dur. Uzun tərəfini isə uşaqlar tapdım, 12. Paralleqramın sayı düsturu hündürlə bağlı ola bilər. Bayaq yoldaşlarımız hündürlük çəkdi. Hündürlük çəkirək işləmək istəyirdilər daha doğrusu. 60-90-30-un qarəsi alınacaq. Bu da rahatdır. Və yaxud da A vurulsun, B vurulsun, sinus alfa 4 bucaqların sahə düsturudur. A vurulsun, B vurulsun, sinus alfa böl 2 isə bütün 3 bucaqlar üçün ödəyən sahə düsturudur. Bizdə 3 bucaq deyil, paralleqram olduğu üçün 4 bucaqların sahə düsturundan davam edəcəyəm. Tərəflərdən biri 9-dur. Tərəflərdən biri 12-dir. Vurulsun sinus alfa isə 9-dan 12 arasında qalan bucaq isə 120-lə də işləyə bilərsiniz dostum. 60-dan da işləyə bilərsən. Fərqi yoxdur. Sinus 120 və yaxud da sinus 60. Onsa cavabları eynidir. 9 vur 12. Sinus 60-ın cavabı kök 6 3 bölü 2. Əgər sinus 60-ın cavabına indi video dərsdə cavab verə bilmirsənsə, mənlə bərabər ağzından kök 6 3 bölü 2 cavabı çıxmırsa, cədvələ əzbərləməlisən yekəbaş. 2 ilə 12-ni xısar aparsam 6 qalacaq. Olacaq 54 kök 6 3. Uşaqlar, bir dənə gəlin hündürlüyündən işləməyə çalışım. Hündürlüyü endirdin. Paralleqramın sayı düsturu AH-dır da uşaqlar, A vurulsun, HA. Tərəfi 9, tərəfi 12. Burası 60, burası 30-dur. 90-ın qarşısı 9-dursa, 30-un qarşısı 9-un yarısı 4,5 olacaq. 60 dərəcə bucağın qarşısı duran katet isə hipotenuzun yarısının, yəni 4,5-in kök 6-3-ə hasilidir dostlar. Artıq sən hündürlüyü bilirsən. Hündürlüyün çəkili tərəf 12-ni bilirsən, aparıb yerinə qoyacaqsan. Tərəf 12-dir, hündürlük isə 4,5 vurulsun, kök 6 uşaqlar. Yenə eyni cavab alacaqsan. 50-ci sual. Kompleks ədədlər bölməsi uşaqlar. Burasının cavabını müsbət 7 qəbul edək. Kompleks ədədlərinin bərabərliyindən A kubu üstəgər B kubu cəmini deyir tap. Burada bilməlisən müxtəsəri, burada bilməlisən kompleks ədədlər haqqında primitiv bir qaydanı. Demək, bu qayda nə idi? Kompleks ədədlərdə uşaqlar solla sağı kompleks ədədlər olaraq veriblərsə sizdə, solla sağın
həqiqi hissəsi bir-birlərinə bərabər olmalıdır. Sonla sağın xəyali hissələri, xəyali əmsalları, yəni yanında i olan qiymətlər də bir-birinə bərabər olmalıdır. 2 üstəgəl A üstəgəl B həqiqi hissədir uşaqlar. 2 üstəgəl A üstəgəl B bərabərdir. Solun həqiqi hissəsi 7 artıq. Sağın həqiqi hissəsi uşaqlar müsbət 7-dir. Onda A üstəgəl B-nin cavabına 7 çıx 2 5 qalacaq. Və uşaqlar sol tərəfin xəyali əmsalı 3-dür. Sağ tərəfin xəyali əmsalı AB-dir. AB-nin cavabı 3-dür. A kubu üstəgəl B kubu. Viyyətə girməyin dostlar. Cəmləri 5 hasilləri 3 olan fikirləşməyin ki, nə var? Çünki var, amma vergülü qiymətlərdir və ya kəsrli qiymətlərdir. Ağlınıza gəlməyəcək qiymətlərdir. Onun üçün məcbursan səndən istənilən ifadəni, yəni A kubu üstəgəl B kubu ifadəsini açmağa məcbursunuz. Bunun üçün müxtəsəri əzbərləməyə məcbursunuz. Yəni A üstəgəl B, A kvadratı çıxılsın AB üstəgəl B kvadratı. Dostlar, A ilə B-nin cəmi bizdə var 5-dir. AB hasili bizdə var uşaqlar 3-dür. -3, gəlin qıraqdan yazaq, -3. Möhtəsələn bağladım. Bir də burada uşaqlar A kvadratı üstəgəl B kvadratı ifadəsi var. A kvadratı üstəgəl B kvadratı olacaq. A üstəgəl B-nin kvadratı çıxılsın 2AB. A üstəgəl B-nin cəmi sənə verəcək 5. 5-in kvadratı 25. Çıxılsın AB hasili 3-dür. 2-ni 3-ə vuranda 6 eləyəcək. Çıxılsın bir də 3-ümüz var uşaqlar. Olacaq 5 vurulsun. 25 çıx 6. Çıx bir də 3. Belə uşaqlar. 51-ci sualda fx funksiyasının qrafiki OY oxuna nəzərən simmetrikdir uşaqlar. Simmetriya qaydası düşübdür. F3 deyir tap. Yəni axırda sən x-lərin yerinə 3 qoyub misalın cavabını hesablayacaqsın aydın qaydada. Sadəcə burada qayda bir sual salıb. Əgər hər hansı bir funksiyanın qrafiki OY oxuna nəzərən simmetrikdirsə, bu funksiya cütdür deməkdir uşaqlar. Funksiyanın cütlüyü nə olan şeydir? Qüvvətində tək olmasın. X-in kubu təkdir deyə sən bu əmsalı, bu hissəni sıfıra çevirməlisən. Yəni 2 çıxılsın A-nın cavabı sıfıra bərabərdirsə, A-nın cavabına qalacaq 2. Aparaq x-lərin yerinə, üzr istəyirəm, A-ların yerinə 2 qoyacaqsan. X-lərin yerinə isə 3 qoymağını istəyib. Demək ki, işləyək uşaqlar. Demək 2-dən 2-nin çıxana 0 eləyəcək. 0 x-in kubuna vuranda 0 eləyəcək. Üstəgəl 2 ilə 1-in cəmi 3 elədi. 3 vurulsun. X-in kvadratı uşaqlar. X-in kvadratı, yəni 3-ün kvadratı 9 verəcək. Üstəgəl 3, bir də çıxılsın A. A-nın cavabına uşaqlar 2 qoysaq, 27 üstəgəl 1 eləyəcək 28. Bitdi. Əgər uşaqlar tək funksiya olsaydı necə deyərdi? Tək funksiya olsaydı necə işləyərdi ümumiyyətcə misalın həllini? Tək funksiya olsaydı deyəcəkdir ki, funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Bax, xahiş edirəm, bura o girik yazıbsa, tək funksiyanın qaydasını x oxuna nəzərən simmetrik olduğunu zənn eləməyin. X oxuna nəzərən simmetriyanın uşaqlar qaydası yoxdur ümumiyyətlə. Əgər sənə funksiyanın təkliyini ifadə etmək istəyirsə, məsələnin şərtində, təkliyi ifadə etmək üçün ya deyəcək təkdir, ya da deyəcək nə? Deyəcək ki, funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir və yaxud da 0,0 nöqtəsi nəzərən simmetrikdir. Yaxşımı? Ona nə edəcəkdik? Artıq uşaqlar funksiyamız tək funksiya olmuş olacaqdır. Tək funksiyada bax artıq burayla bura yox ediləcəkdir. Yəni bura ilə bura yox olmalıdır. A üstəgəl 1-in cavabı 0-a bərabər olmalıdır. Bir də sərbəst hədd. Tək funksiyada uşaqlar sərbəst hədd olmaz. Buna isə toxunmayacaqdım. Bunu olduğu kimi saxlayacaqdım. Bunları yox eləyəcəkdim tək funksiya olması üçün. Yox eləmək, yəni 0-a bərabərləşdirmək. 52-ci sual uşaqlar toplu sualın eynisidir. Topluda eynisi var. A, B, C üçbucağında A-nın koordinatları 1, 2-dir. B-nin koordinatları -2, 3-dür. Və C-nin koordinatları isə 6, -1-dir. Olarsa deyir, AD median uzunluğunu tap. AD median uzunluğu, gəlin baxaq. Uşaqlar, hər hansı bir parçanın uzunluğunu tapmaq üçün gərək mən həmin o parçanın uc nöqtələrinin koordinatlarını bilim.
uc nöqtəsindən birinin, yəni A nöqtəsinin koordinatları hazır verilibdir. Amma D nöqtəsinin koordinatları yoxdur uşaqlar. Və D nöqtəsi də median olduğu üçün AD parçası axı sənin medianındır. D nöqtəsi BC tərəfinin tən orta nöqtəsi olacaq. Artıq vektorlar dərsindən sən bilməlisən ki, BC parçasının D orta nöqtəsinin koordinatlarını cümləni anlamışsa uşaqlar biraz da zəifə qoyun, qulaq asın. D orta nöqtəsinin koordinatlarını tapmaq üçün ədədi orta xassəsini istifadə edəcəyəm. -2 ilə 6-nın cəmi 4 eləyir. 4-ün yarısı 2-dir. 3 ilə -1-in cəmi 2 eləyir. 2-nin yarısı 1-dir. Artıq sən A ucunun və D ucunun hər ikisinin koordinatlarını bilirsən. Və median uzun tapmaq üçün burada median üstünə girməyə ehtiyac yoxdur. O kök altılı düstur var da, median düsturu. Ehtiyac yoxdur uşaqlar ona. Ehtiyac yoxdur. İki nöqtə arasında qalan məsafə düsturundan istifadə edəcəksiniz. AD parçasının uzunluğu bərabərdir. AD parçasının uzunluğu uşaqlar bilirsiniz də, modul olaraq istifadə olunur. Modul, uzunluq, bir də nə idi uşaqlar? Modul, uzunluq, onu yazarsınız. Mənə şəxsən amma görək kim dərsin bu hissəsinə qulaq asıbdır. Nə etmək lazımdır? Son çıxılsın əvvəl. Amma kvartik olaraq uşaqlar 2-dən biri çıxacaqsınız. 1-in kvadratı 1 eləyəcək. Üstəgəl 1-dən 2-nin çıxacaqsınız. -1, -1-in kvadratı 1 eləyəcək. Kök altına salmağı unutma. Cavaba qaldı kök altı 2. Baxaq 53-cü suala. ABCD düzbucaqlı trapesiyasında AC diaqonalı kör bucağının tən bölənidir. AC diaqonalı kör bucağının tən bölənidir uşaqlar. Bura kör bucaq bax bu hissədir. X. BC 2-dir. Bu hissəsi uşaqlar 2-dir. AB 8-dir. CD tərəfinin uzunluğunu deyir tap. Neydi uşaqlar? Bilirsiniz də trapesiya dərsində. Əgər ilişmisənsə, demişəm neynə? Hündürü yendir. Bu düzbucaqlı trapezin uşaqlar hündürün birinin onsuz da özü anadan gəlmə var. Biri budur. Yəni bunun kiçik yan tərəfi sayılmış olur. O birisini biz özümüz çəkdik. Bu xəttin uzunluğu 8-dirsə, dostlar, onda elə bu xəttin uzunluğu sənə 8 verəcək və aşağı tərəfi isə 2 verəcək. Başqa nəyə bilirəm? Tənbülən nüsbəti varsa uşaqlar demişdim ha, bayaq bərabər yanlış bucaq mənə gələcək. Bu bucaq x-dirsə, bu bucaqda sənə verəcək x. Bax, burada CD tərəfi ilə AD tərəfi eynidir. Əgər mən bunun balaca bu hissəsinə, bax bu hissəsinə y olaraq adlandırsam, onda uşaqlar sizin bu tərəfinizin uzunluğu necə olacaq? Y üstəgəl 2 olacaq. Və girəcəksiniz Pifagora. 8-in kvadratı üstəgəl y-in kvadratı bərabərdir. Y üstəgəl 2-nin kvadratına. 64 üstəgəl y-in kvadratı bərabərdir. Y-in kvadratı üstəgəl 4y üstəgəl 4-ə. İslah getdi uşaqlar. 60 bərabərdir 4y-ə. Y-in cavabına qalacaq 15. CD-nin uzunluğunu istəyir uşaqlar. CD-ni biz işarə etmişik y üstəgəl 2 ilə. Yəni 15 üstəgəl 2 eləyəcək 17. 54-cü sual. Çəndə olan benzinin miqdarının istifadə olunma zamanının asılı qrafikinə əsasən neçə saatdan sonra çəndəki benzin tükənmiş olar uşaqlar? Çəndəki benzin tükənmiş olması o demək ki, yəni gəlsin 0 dənə qalsın. Yəni 0 litr içəridə nə qalsın? Benzin qalsın. Demək, baxaq. Kx üstəgəl B funksiyasının qrafikidir. Baxıram ki, funksiyanın x-nin yerinə 6 qoyanda yazıram k vurulsun 6 üstəgəl B-sinin cavabı uşaqlar y oxunu kəsən nöqtəmizdir. Yəni sərbəst həddimiz 60-dır. Bərabər x-nin yerinə 6 qoyan y neçə qiymət alıbdır? Uşaqlar baxırsınız ki, 24 alıbdır. Buradan 6k bərabərdir. 24 çıx 60. Hər tərəfi 6-ya bölsən 4 çıx 10 verəcək. Və k-nın cavabına -6 qalacaq. Uşaqlar, k-nın -6 almağını özün üçün təsdiqləmək üçün nə edəcəksən? Gəlin koordinat sistemini quraq sizin üçün. Bu sizin x oxunuzdur, bu sizin y oxunuzdur. Baxırsan ki, funksiyanın qrafinin ucları hansı rübdən keçibdir? 2-ci rübdən və 4-cü rübdən. 2-ci və 4-cü rübdən keçəndə k-nın cavabı necə olurdu? Mənfi olurdu. Yəni düz yoldayam. Və davam edirəm uşaqlar. K-nın cavabı -6-dır. Bir də, bax, bu nöqtə üçün y bərabər kx üstəgəl b-ni araşdıracağam. Bu nöqtə üçün uşaqlar mənə deyir, axı gəlsin, heç nə qalmasın. Zamanı nə qədərdir bilmirəm. K-nı bilirəm. -6-nı vuracağam bilmədiyim bir qiymətə
Üzərinə uşaqlar B-nin yenə qiyməti 60 verəcək sənə. Və Y-nin cavabı isə x oxu üzərində olan Y-nin cavabı nə qədər idi? 0. 60 bərabərdir 6x-ə, x-nin cavabına qalacaq 10. Şifahi bir uşaqlar həll üsulda olmuş ola bilər bunu. Funksiya qrafiklər siz necə həll edə bilərdin? Və yaxud dostlarımız işləmişdi. 60-dan 24-ü çıxdılar. Tapdılar 36. 36 litr benzini. Demək bu nə idi? Çəndə. 36 litr benzin olan çəndən 6 saat ərzində sən bu 36 litr işlədirsən, belə deyək, məlumatlara əsasən 6 saat ərzində 36 litr işlədirsənsə, bizə lazımdır 60-ı tam etsə də qutarar. Bunu 6-da işlədirsə uşaqlar, 36 litr olan bir benzini 6-da işlədib qutarırsa, onda 60 litr olan bir benzini də 10 sahada işləyib qutarar. Belə bir qısa bir cavabla da uşaqlar özünü izah etdilər bəyək. 54-cü sual. 55-ci sual. Tərəfləri 6 və 4 olan düzbucaqlının kiçik tərəfi ətrafında fırlanmasından alınan fiqurun həcmini tap. Uşaqlar, ya 55-ci bir sual düşəcək sizə, ya da düzbucaqlı üçbucağın hər hansı bir kateti ətrafında fırlanmasına əmələ gələn nəsə deyəcək. Düzbucaqlının başına fırlanıbsa, burada silindir əmələ gəlir uşaqlar. Silindir. Mənim öz şagirdlərim bilir. Bu mənim telefonumdur. Bu da mənim telefonumun kablosudur uşaqlar. Yaxşı çəkmədim bir dəqiqə. Biri mənim telefonumdur, biri də mənim telefonumun kablosudur. Anladınız da nə demək istəyirəm. Və burada hansının başına fırlanıbdır uşaqlar? Hansının başına fırlanıbdır. Baxın. Hansının başına fırlanıbsa, hansının adını çəkirsə, həmin çəkildiyi tərəf hündürlük olacaq. Yəni sənin hündürlüyün kiçik tərəfdir 4-dür. Adı çəkilməyən yerlə sürünən də sənin çevrəvəyin radius olacaq. Alınan fiqur uşaqlar silindirdir. Alınan fiqurun həcmi S oturacaq, vurulsun H-dır. Yəni pi kvadratı vurulsun H. 36 pi vurulsun H-ın cavabı 4-dür. 144 pi eləyəcək uşaqlar həcmimiz və bitdi. Uğur olsun dostlar.